Bu da cümləni baş cümləyə bağlayan birinci vasitəni dedik. İntonasiya. Tabellik bağlayıcı. Tabellik Aferin, bəli. İntonasiya. Tabellik bağlayıcılarını 4 qrupa bölünür. Hansı ilə bağlananda bu da cümlə birinci gəlir, baş cümlə ikinci gəlir. Onların hamısını demişik. Testlərini işləyəndə bir daha bunu təkrarlayacağıq. Mövzu yarıda qalıb yekunlaşdırmaq lazımdır. Demək uşaqlar, ikinci vasitəmiz bağlayıcı sözlər idi. Biz bağlayıcı sözləri də dedik əslində. Xatırlayırsınız, sonunda nə qədər söz ilə necə bağlanır onu demişdik. İki bağlayıcı vasitəmiz qalıb. Bir də bundan sonra vasitəsiz nitqi izah edəcəm. Ondan da mövzularımız yekunlaşır. İnşallah qaydırıq təkrar. Demək, bura hər ehtimala qarşı tabeli mürəkkəb cümlə yazaq. Tabeli mürəkkəb cümlə. Bura yazılıb üçüncüdə sasə şəkilçisi 2 cür yazılar. Sasə şəkilçisi üstə gəl. Da, dəl ədatı. Sonra M ədatı 4 cür yazılar. Ondan sonra düzdür, doğrudur. Sonra düzü, doğrusu. Bir də sasə şəkilçisi üstə gəl. Belə ədatı. Baxın uşaqlar, bunlar da budaq cümləni baş cümləyə bağlayan vasitələr sayılır. Bunların hər biri ilə budaq cümlə baş cümləyə bağlansa, sıxım belə olacaq. Budaq cümlə gələcək birinci, baş cümlə gələcək ikinci. Həmişə bir mənalı şəkildə, istisnası da yoxdur. Baxın uşaqlar, birinci başlayırıq sasə şəkilçisindən. Bu sasə şəkilçisi bilirsiniz də feilin şərt şəklinin şəkilçisidir, bəli. Bax, məsələn, deyir ki, uşaq tez gəlsə, mənə deyərsən. Bax, sasə şəkilçisi. Bu da cümlə, baş cümlədən əvvəl gəlir. Şərt. Bax, bu sasə olan cümlənin içərisinə, bax, bu budaq cümlənin tərkibinə əgər hərgah bağlayıcılarını rahat-rahat artıra bilirik. Əgər uşaq tez gəlsə, mənə deyərsən. Hərgah uşaq tez gəlsə, mənə deyərsən. Sonra bu hərgah biraz sizə yad gəlir elə ki, düzdür? Çünki indi biz hərgah əvəzinə əgər işlədirik. Amma biraz ədəbi nümunələrimizə baxsaq, Əbdülrəhim bəy Haqverdiyevin, Cəlil Məmmədquluzadənin, bunların hekayələrində bu hərgah sözündən çox istifadə olunur. Ona görə daha çox bədii nümunələrdə rast gələcəksiniz. İndi uşaqlar, bax, sasə şəkilçisi, yenə də bax, bu isə hissəciyinin qısaldılmış forması da ola bilər. Feilin şərt şəklinin şəkilçisi də ola bilər. Dadə ədatı ilə birlikdə işlənir. Bax, bu bağlayıcı ilə, bax, bu vasitə ilə bağlanan cümlələr sadələşə bilmir uşaqlar. Keçən dəfə səhv eləmirəmsə, tabeli mürəkkəb cümlədən danışmağa başlayanda demişdik bu barədə. Bax, məsələn, deyir ki, babam qocalsa da gözləri yaxşı görür. Hə. Görsün uşaqlar, bağlayıcı vasitə budur. Sadə-sədə, belə deyirik. Bunda da yenə də budaq cümlə baş cümlədən əvvəl gəlir. Bax, bu dadənin yerinə belə də yaza bilirik. Bax, bunu təkrar bir də yazmayayım deyə. Babam qocalsa belə gözləri yaxşı görür. Belə də deyə bilirik. Uşaqlar, hərçənd bağlayıcısı yadınıza gəlir. Bəli. Hərçənd. Nə bağlayıcısı gəlir? Hə? Güzəşt. Güzəşt bağlayıcısı. Hə? Baxın uşaqlar, hərçənd bağlayıcısını işlədəndə necə olurdu? Bax, deyir ki, biri tərəf imkan. bax, deyirəm ki, hərçənd gec gəlmişsən, amma sənin payını saxlamışam. Burada bir tərəf elədir. Yadınızda da hərçənd olan yerdə amma ancaq lakin bağlayıcılar da işlənir. Niyə? Çünki o hərçənd işlənən yerdə hərəkət və hökm bir-biri ilə qarşılaşdırılır. Başa düşdünüz, qarşılaşdırılır. Necə deyirik? Deyirik ki, oxudum amma başa düşmədim. Təsdiq. Hə, bax məsələn, və yaxud deyirəm ki, çox gözlədim, amma gəlib çıxmadım. Deyirəm ki, hərçənd çox gözlədim, amma gəlib çıxmadım. Görsən, hərçəndi artıran kimi amma ancaq onsuz da orada var da, düzdür?
Bax uşaqlar, o hərçəndi həmişə biz düzdür, doğrudur, düzü, doğrusu modal sözləri ilə əvəz edə bilirik. Baxın uşaqlar, eyni, baxın, deyirəm, düzdür, səni gözlədik, amma gəlmədi. Görsən?